Qardaşlar, mübarək Ramazan ayı daxil olanda, bir də Ramazan ayı qurtaranda həmişə ən çox soruşulan mövzulardan biri də ay məsələsidir. Çox təəssüf olsun ki, həmişə də bununla bağlı ixtilaf olur. Bəziləri də bundan sui-istifadə edir. Elə möminləri, oruç tutanları bir-birinə vurur, arasına ixtilaf salır, problem yaranır. Baxın, ay məsələsi, Ramazan ayında oruç tutmaq məsələsi bir dini məsələdir, şəri məsələdir. Bizim vəzifəmiz burada dinə qulaq asmaqdır. Düzdür ya yox? Əgər həkimlə bağlı tibb məsələsi olsaydı, gedib həkimdən soruşardıq. Bu məsələ dini məsələdir. Gərək bu məsələ dindarlar fikir bildirsin. Fərq etməz, hansı bir ölkə, dövlət bu işdə başqa birinə orucunu tut, orucunu aç deyə bilməz. Əgər müctehidlərimiz, alimlərimiz, vəliyi fəqih deyirsə Ramazan ayı başladı, yaxud da qurtardı, bayramdır, o dini vəzifəsi olaraq bunu eləyir. Hansı bir ölkəni də bəhanə gətirmək lazım deyil. Niyə? Hal-hazırda ən çox deyilən nədir? İranda deyirlər, siz də İranlıların dediyini oturub durursunuz. Xeyr, belə deyil. İranın özünün indiki İslam hakimiyyətinin 47 yaşı var. 48 il, 49 il, 50 il bundan qabaq Azərbaycanda bizim böyüklərimiz, ata-babalarımız oruç tutmurdu. Bəs nə ilə tuturdu? Ayla tuturdu. Soruşun böyüklərdən. Ayı izləyirdilər. Ayı öyrənirdilər. Alimlərindən soruşurdular. İndi qardaş, Ramazan ayı daxil olanda biz ayı görsək, bayram edirik. Ayı görsək, oruç tuturuq. Bunu niyə siyasiləşdirirsiniz? Niyə bundan cəmaatın orucunu batil edirsiniz? Bayramın, orucun axırıncı gündə, bayram vaxtına qalmış orucunu batil edir. Nə ilə orucu açmısan qardaş? Televizorda dedilər. İnternetdə, saytda yazmışdılar. Çayxanada dedilər. Bazarda dedilər. Qiyamət günündə gələrsən, Allah Taala'dan öz orucunun əvəzini istəyərsən, səni göndərirlər, get o kimin sözü ilə oruc açmısan, bayram etmirsən, get çayxanadakından öz mükafatı al. Ona görə diqqətli olun, bu bayram məsələsində də çalışın, dinimizin göstərişləri. Hədis varımızdır, dinimiz belədir. Ayı gördünüz, oruç tutun, ayı gördünüz, bayram eləyin. Ay da hələ neçə gün qalıb görsənməyib. Ay hələ görsənməyibsə, indidən o aydan da qabağa keçiblər. Bu ay hələ özü deyir, mən görsənməmişəm. Bunlar aydan da qabağa keçiblər ki, filan gün bayramdır, filan gün orucluqdur. Siz aydan da qabağa keçirsiniz. Doğrudan bəlkə nəsə o vaxtda dünya dağıldı, onda necə olacaq məsələn üçün? Hələ ayın görsənməsinə qalıb, bəli, teleskopla müəyyən astronomik vasitələrlə təqribən hesablama olur, amma o dəqiq olmaya bilər. Əsl hesablama həmin ayın özü yaxınlaşanda, həmin gün baxmaqdır. Şaban ayının son günlərində baxırıq, onunla da bilirik. Ya özümüz, ya 2 nəfər ədalətli, ya da ki, alimlər, müctehidlər bunu deyə bilərlər. Allah bizi həqiqi oruçlanlardan qərar versin.